Və aleykumussalam tullah bərəkatuhu. Qadın ərinə itaat etsə, ondan razı olsa, ona şükür etsə, onu uşaqların yanında tərifləsə və s. belə edən qadın cənnətlikdir. Yaxşı, belə bir sual verim. Deyək ki, ər yaxşı deyil, acı dildir, ailənin uşaqları yoldaşını saymır. Həm uşaqlarla, həm yoldaşla soyuq, kobud rəftar edir, onları incidir. Ailənin haqqına girir, saymaqla bitməyən əxlaqa, İslama zidd olan əməllər var. Yaxşı, bəs belə həyat yoldaşı ilə qadın necə rəftar etməlidir, cənnətə daxil olsun? Yəni, bu kişinin elədikləri onsuz da göz qavandadır. Bu kişini necə qadın tərifləsin uşaqlara ki, atanız yaxşıdır. Axı, zaten uşaqlar bunu bilir, anlayır, görür. Sualım uzun oldu, haqqınızı edin. Sadəcə aydın olsun deyə belə yazım. Zəhmət olmasa bu sualıma aydınlıq gətirədiniz. Bəli, ümumiyyətlə biz bildik ki, ailə ata-ana bir uşaqlardan ibarətdir. Atanın öz funksiyası var, öz vəzifəsi var, öz rolu var və ananın öz vəzifəsi, öz rolu var. Ananın vəzifəsi, borcu odur ki, yəni deyildiyi kimi, yəni uşaqlarına baxsın, ərinə baxsın, qayğı göstərsin, malına israf eləməsin və uşaqların tərbiyəsinə məşğul olsun, dini ilə məşğul olsun və bunun müqabilində ərinin qazancını israf eləməsin və ərini pisləməsin, ərini tərif eləsin, övsün, həmsə yaxşı tərəflərini desin. Baxşı, bunun qarşılığında əgər kişi bunlardan deyilsə, yəni sualda deyildiyi kimi, əgər kişi bu xüsusiyyətlərə malik deyil, onda necə? O zaman qadın yenə də bu tərifləri, bu yaxşılıqlarını bu eləsin. Hətta uşaqlar onun əksini görsələrsə belə, yəni uşaqlar onun sual versə, ata belə eləyir, ata belə eləyir, ana deməlidir ki, onun zəhməti var, əziyyəti var, yorğundur və s. Yəni, hər dəfə uşaqlara, belə deyim, atanı yaxşı cəhətdən tərifləməyə çalışmalıdır. Yəni, pis tərəfdən pisləməli deyil. Aydındır. Amma o ki, qalsa kişi reallıqda belə deyilsə, bəli, o artıq kişi belə deyilsə, ailəyə laqeydsə, səhlənkarsa, kobuddur, acıdır və s. Bu artıq ailəsən zülm etmiş olur. Buna görə də öz cəzasını çəkəcək. Yəni, mənim yoldaşım mənə bu cürdsə, mən də o cür olmalıyım. Xeyr, sən öz vəzifən, qadın öz vəzifəsi ayrıdır, kişinin öz vəzifəsi ayrıdır. Qadın ərinin vəzifəsini nə qədər pis icra etməyinə baxmayaraq, yenə də qadın öz vəzifəsini yaxşı icra eləməlidir. Ərini öyməlidir, tərif eləməlidir və s. Amma kişinin isə tam əks olması isə, bəli, o artıq kişinin öz naqisliyidir, öz xatasıdır, öz günahıdır və öz elədiyi zülmdür. Buna görə də o qiyamət günü də təbii ki, öz cəzasını alacaqdır Allahın izni ilə. Amma o demək deyil ki, belə də olacaq, gedəcək, xeyr. Yəni, qadın öz bacaran qədər borcunu düzgün yerinə yetirsin və kişi də inşallah ki, düzgün yerinə yetirməzsə, səhv elədiyin yerde o da cavab verəcəkdir. Hansı ki, Allah Rasul buyurur ki, Kullun rayin və kullun məsul ən rəiyyətihi. Hər bir kəs məsuldur və hər bir kəs öz rəiyyəti altında olanlardan qiyamət üçün sorumludur və kişinin səhv əməlləri, bu cür düzgün eləməməkləri elə belə olmayacaq. O qiyamət gününə görə cavab verəcəkdir.